Haram oruclar haqqında da bir neçə məsələni qeyd edək ki, haram oruclar hansılardır? Yəni biz buna diqqət edək ki, bu cür orucları yaxud həmin gündə olan orucları icra etməyək. Baxın, Fitr bayramı gününün orucu haramdır. O günü bir insan oruç tuta bilməz. Tutsa günah eləmiş olacaq. Qurban bayramı gününün orucu bu gündə oruç tutmaq haramdır. Daha sonra Şaban ayının axırı yoxsa Ramazan ayının əvvəli məlum olmayan gündə Ramazan ayı niyyəti ilə oruç tutmaq. Məsələn, fikirləşirik ki, bugün Şaban 30-udur, yoxsa Ramazan girib, bilmirəm. Bu halda Ramazan ayının niyyəti ilə oruç tuta bilmərəm. Bu, tutsam günah eləmiş olaram. Daha sonra həyat yoldaşı, yəni ərin haqqı tapdalandığı halda qadının müstəhəb oruç tutması haramdır. Vacib məsələ, vacib orucdan söhbət keçmir burada, müstəhəb orucdan söhbət gedir. Digər məsələ budur ki, orucun insana ziyanı olduğu halda yenə bu da haram sayılır və səfərdə olan şəxsin oruç tutması da eyni bu hökmdədir. Təbii ki, istisna təşkil edən də hallar mövcuddur, onlar xaricdir. İlin